Hakkında danışacağım xanım aktrisa olmasa da amma bir Azərbaycan kinosunda yadda qalan obraz yaratmışdır. Həmin xanım Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Ağa Sadıq Gəraybəyli'nin qızı Zenfira xanım Bədəlova haqqında danışacağım. Zenfira xanım Bədəlova 1938-ci il aprelin 25-də xalq artisti Ağa Sadıq Gəraybəyli'nin ailəsində anadan olmuşdur. Ağa Sadıq Gəraybəyli'nin 3 övladı var idi. 1933-cü ildə böyük qızı Dilarə, 1937-ci ildə oğlu Çingiz və 1938-ci ildə qızı Zenfira xanım anadan olmuşdur. Böyük qızı Dilarə xanım Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Ağa Sadıq Gəraybəyli'nin oğlu Çingiz Azərbaycan Neft və Kimya İnstitutunun Biologiya fakültəsini bitirmişdir və ömrünün axırına kimi Dövlət Təhlükəsizlik Komitəsində çalışmışdır. Zenfira xanım Bədəlova həkim olub. Tibb universitetini bitirib. Universiteti bitirəndən sonra bir müddət apteklərdə laborant işləyib. 1972-ci ildən Azərbaycan Tibb Texnikumuna işə qəbul olunub. Yasabalda yerləşən 2 nömrəli tibb kollecində dərs deyib və ömrünün axırına kimi əczaçılıq üzrə fənlərdən dərs deyib. Zenfira xanım aktrisa olmasa da, amma bir Azərbaycan kinosunda yadda qalan obraz yaratmışdır. 1957-ci ildə kino rejissor Lətif Səfərovun lentə aldığı Qızmar Günəş Altında filmində Fatma obrazını yaratmışdır. Fatma, gelin derman alın. Yok, su lazım değil, bakın. Vesselam, doktor. Həmin filmdə onun atası Ağa Sadıq Gəraybəyli də çəkilmişdir. Niyaz Sərdarov obrazını yaratmışdır. Ağın neçə yaşı var? 25 de dolar. Bak o yanda ben yeni çay tabakları sardırmışım. O da çay tarlasını dişleyir. Yo, ferma müdürümdür. Bizim ferma çok varlıdır. İneyler için yakışı töylərə dikmişik. Kalın bize su çekmek. Odur bak orada ben bizim kalkot için nəhəng bir su ambarı çişdirmeye başlamışam. Bəli, bu iş için Bakıdan mühendis çağırmışam. Biraz yayın sürmek olmaz mı? Yaman tələsiz. Hamı tələsiz. Elə tələsiyə salıb sizi də nahaq yerə narahat ediblər. Meğer həkimi siz çağırmamışsınız. Yo, Ziraykomdan çağırıblar. Bizim Ağa Sadıq Gəraybəyli əslən Şamaxılı idi və Şamaxı zəlzələsindən sonra o Bakıya köçmüşdür. Həyat yoldaşı Bibi xanım Gəraybəyli Azərbaycan əməkdar müəlliməsi idi. Baksovetdə yerləşən 132 saylı məktəbin rus dili müəlliməsi idi. Milyonçu Hacı Ələsgər Dadaşovun qızı idi. Hacı Ələsgər Dadaşovun da atası milyonçu, xeyriyyətçi Hacı Şeyxəli Dadaşov idi. Hacı Şeyxəli Dadaşov İçəri şəhərdə yerləşən 1899-cu ildə Cümə məscidini tikdirən insan idi və o məscidi Bakıya hədiyyə etmişdir. Zenfira xanımın həyat yoldaşı Bədəl Bədalov əslən Gürcüm millətindən idi və Bakıda mühəndis kimi çalışırdı.
Zenfira xanımın iki övladı olub. Oğlu Ceyhun və qızı Nailə xanım. Oğlu Ceyhun hal-hazırda xaricdədir və qızı Nailə xanım Bakıda yaşayır. Zenfira xanım Bədalova haqqında sosial şəbəkələrdə çox da məlumatlar yoxdur. Amma atası Ağasadıq Gərabəyli haqqında həmişə öz xatirələrini bölüşürdü. Sonra gəlib, başlayırdı onu taqqıldamağa. Gecə saat 12-1 Mirzə İbrahimov da bu momentdə yatmaq istəyirmiş. Zəng vurur, deyir ki, ay Ağasadıq, sən Allah, o taxtıq vurur, saxla səhərə. Qoy səhər elə ginən. Deyir, axı, mənim səhər vaxtım olmur. Biz mən gecələr gəlirəm, bu mən onsuz yata bilmərəm. Zenfira xanım aktrisa olmasa da, amma Qızmar Günəş altında filmində Fatma obrazını yaratmışdır və bizim qəlbimizdə əbədi olaraq qalacaq. Oğlan değil ha. Onun başına bizim sədrimizki kimi bir popaq koysak, lap kıyamete olan olar. Bəs niye durubsan? Get bir papaq tikdir, koy başına, bax, bənd ol. Boy, heç daxlı var. Eləcə deyirəm ki, pis oğlan deyil. Onun acı dərmanları da adama şirin gəlir. Ay qızı, belə səfeh şeylərdənsə, yaxşısı budur ki, öz səviyyəni yüksəltməyə çalış. Qardaşımdan aşmıram, küsmüşəm, barışmıram. Babamdan gözəl mənəm, lakin heç danışmıram. Zenfira xanım 2017-ci ildə dünyasını dəyişib və Binəqədi kənd məzarlığında dəfn olunub. Onun haqqında sosial şəbəkələrdə məlumatlar yoxdur və Zenfira xanımın qızı Nailə xanım anası haqqında xatirələrini mənimlə bölüşdü. Və gəlmişkən də həm Zenfira xanımın, həm də onun həyat yoldaşı Bədəl Bədalovun məzarının ətrafını yuyub təmizləyəcəm. Ağasadıq Gərabəylinin nəvəsi Azərbaycan Tibb Universitetinin rektoru, Psixiatriya kafedrasının müdürü Gəray Gərabəylidir. Ağasadıq Gərabəylinin nəticəsi Sadıq Gərabəyli onun adını və soyadını daşıyır. Məzarının ətrafını da indi yuyub təmizləyəcəm. Zenfira xanım aktrisa olmasa da, amma onun məzarını çoxdandır axtarırdım. Çünki Azərbaycan kinosunda yadda qalan obraz yaratmışdır. Qızmar Günəş altında filmində Fatma obrazını yaratmışdır. Qızı Nailə xanımla danışdım və mənim yaşadığım Binəqədi kəndində onun məzarını tapdım. Həyat yoldaşı Bədəl Bədalov da 2021-ci ildə dünyasını dəyişib. O da həyat yoldaşı Zenfira xanımın yanında dəfn olunub. Nailə xanıma da öz təşəkkürümü bildirirəm. Zenfira xanıma da və onun həyat yoldaşı Bədəl Bədalova Allah rəhmət eləsin. Ruhları şad olsun.